Salam kızlar, bugün 8 Mart'ta özel bir hediye hazırlayacağım. Kutumuz belə olacaq təxminən. Ürəkli, güllü, qıraqları pantikli, qəşəng bir kutu olacaq və onun içinə qəşəng bir sevimli hədiyələr yığacaq və açırıq. Və içinə biraz pomponlardan əlavə edəcəyik ki, görünüşcə gözəl görsənsın. Bonbonlarımızı dökəcəyik və bir də kəpənək qoyacaq və yumurta, balaca ozma yumurtaları qoyacaq ən axırda ki, qəşəng görsənsin. Və indi pompomlarımızı hazırlayıb qoyuruq. Pompomlarımızı bitirik və pompomlarımızı enləşdiririk. Yəni görsənsin. Pomponlarımızı vurdum ki, daha qəşəng şık görsənsin. Pomponlarımızdan ağ qırmızıların çünki ağ qırmızı da kutumuz və unutmam. Və pomponlarımızı işlədirik, yəni şişirdirik. Və indi sizə göstərəcəm nə qoyduqlarımı. Gördüyünüz kimi. Bəlkə 3 dənə kəpənək koydum. Bəlkə də dəyişdirə bilərəm, üstündən qoya bilərəm. Və sizdə gördüyünüz kimi kəpənəklərimizi koyuram. Kəpənəklərimizi koyduktan sonra göstərirəm. Və burada daldakı gördüyünüz kimi şinyatlar var. Şinyatlardan əlavə edəcəm. Gördüyünüz kimi sisi falan koyacağım. Çok sığmadığından aslında çok şey koysaydım. Sığmadığından az şey koyabildim. Böyle şeylerimiz de var. Bunlarla koyuyorum. Ben bunu hazırlayıp parasını göstereceğim. Bu vaktim bırakmıştı. Saf oldu. Düzeltmeye güzel görünmesi için sesi falan da koyacağım. Hazırlayacağım ve burada 2 tane konfet var idi. Onu çok hoşlaydım. Ben de ondan koydum. Ozmaları da koydum ve kəpənəkləri de koydum. Ne varsa hazır ve bitirdim. Kanalıma abone ve like atmayı unutmayın. Hoşça kalın.